Allahın rəhməti və bərəkəti üzərimizə olsun dostlar, üzərimizə olsun dostlar. Bugünkü videomuzda çox idealiyib, çox bomba bir videola qabağınızdayım dostlar, Allahın izni inşallah. Bugünkü videomuzda dostlar, mən nə edəcəyik? Bugünkü videomuzda qabağımıza çıxan raş atacağıq. Yəni mənim fikrim var, Yasyana Polyana deyilən bir yer var, orada raş atar. Çünki dostlar, millət çox olur orada. Yəni Allahın izni çalışacaq ki, oyunumuzun ana silahlarını tapmağa çalışaq, mərmilərimizi, zadımızı full eləyək, sonra girək raşaq, müharibəyə, döyüşə. Yani dostlar, bu bir de terfi maçıdır. Yenə deyim, yani oyunun en güclü adamlarıdır. Allahın izniyle yaxşı olar. Görək nə edirik? İnşallah ki win ala bilərik, yəni oyunun qalib ola bilərik. Bu səfər komandiyə 4 nəfərli ilə girmişəm, tək girməmişəm dostlar. Yenə deyirəm, terfi maçı olduğu üçün həm rütbəmiz artsın, həm zıvaynamız artsın. İnşallah ki, yəni videonu çox uzatmaya ehtiyac yoxdur dostlar. Videonu bəyənməyi, like eləməyi və kanalımıza abunə olmağı mütləq şəkildə unutmursunuz. Dəstəklərinizi gözləyirəm, görəcək Rabbimdən yerdə də siz vasitəçi qıldığım insanlardan inşallah. Yəni dostlar belə, yəni Allahın iznindən gedək videoya. Başqa da nə videolar çəkməyimi istəyirsə kommentarda yaza bilərsiniz. Ya Allah, getdik videoya. Deməli dostlar, samolyotumuz gördüyünüz kimi uçur. Samolyotumuz uçur. Allahu Ekber. Ya Bismillah, getdik dostlar. Harada düşək? Birinci modda düşək, mansiyonda düşək. Mansiyona inanmıram adam gələcək. Ona görə də orada düşəcəm ki dostlar. Yəni bomba bir oyun olsun. Ya Allah elədik, düşdük dostlar. Görək başımıza nə gəlir. Ona da var. Haydi Bismillah deyib düşürük Yasyana, Polyanaya, Mansion'a. Mansion'da qəşəng silahlarımızı alaq, lootlanaq, gedək dostlar. Meyci də tapmaq istəyirəm bu oyunda. Çünki oyunumun mənim yəni ən güclü silahım mənə görə yəni meycidir, ana silah. Həm orta məsafə, həm uzaq məsafə, həm yaxın məsafə, həm orta yaxın məsafə. Ya Allah, görək nə edirik. Qardaş nə edirsən burada? Ay bizə də bıraq M400 OS karı vermə də mənə. Yaxşı get lootda. Götürdü nəyə qardaş? Ya Allah, görək kim var, kim yox. Kim var? Adam düşürər? Yox, bizimkidir. Bir dənə sandıq var, sandıq açaq. Çanta tapmamışıq, bu nə də? Nasıl da bu? M1 qaranda alacam dostlar bu səfər. M1 qaranda alacam bu səfər. Burada nə verdik? 3 səviyyə çanta. Yaxşıqla yelək. Mən toplamam qapalıdır. Açaq bunu. Ya Allah. Avqa keçdiyə dostlar. Avq. Hələlik avqla oynayaq. Çanta tapana kimi. M416'ya keçəcəm ya da. Verək buraya qarış. Oyunumuzun ana silahı. Çantamız yoxdur. Nə pis oldu da. Dostlar, bu ördəyi almayacağım. Zəhləmi tökür də. Bak. Vurmaq da olmur. Adamın vurursan ayaq səsini eşitmirsən. Gəlməni də hiss eləmirsən. Bu oyuna PUBG yəni yenə 5 dənə qəşəng şey gətirəndə bir dənə şey gətirir. Aha, 2 səviyyə yelək kaskayı. Deyə də bilmədim dostlar. Ya Allah, çıx da. Oyun çox baqa girir dostlar. Bilmirəm hamı da elədi. Yəni yəqin ki hamı da elə olur dostlar. Çünki bu angın yayınına baxıram. Mən hər dəfə bu angın videolarına baxıram, Sasuke'yə də baxıram. Ən çox yəni baxıram bu angda, yəni çox qəşəng oynayır da o uşaq, yəni Allah hamd olsun. Qardaş, onun oyununda bug nə qədərdir? Maşına minmir, tullanmır. Maşında gedə məsələn üçün arxa sideniti keçib vurmaq istəyir, keçmir. Görə indi bizdə də elə olacaq. Qardaş, çox bug'a girir oyun. Oyun bug'dadır. Oyun lag desən lagı var, bug desən bilməm təzə güncəlləmədəndir. Nədəndir yəni? Var da dostlar, 4x'i belə çəkdim dostlar, belə də daha vurmaq rahat olur. Halqanın içindədir deyə, haydi Bismillah, getdik. Yasyana Polyanaya gedəcəm dostlar, dediyim kimi. Orada adam çox olur deyə. Yəni fikrimiz bu oyunda yəni ən aşağısı, yəni necə deyim, yəni ən aşağısı bir 10 dənə kill almaqdır da, 10 dənə adam öldürməkdir. Ən ölüsü, çünki bu tərfi maçıdır da, yəni necə deyim. Oyunun ən güclü adamları buradadır da, yəni. 4 nəfər biz heç. Hətta 8 nəfərin içində ən güclülər dayan bildiniz necə. Görək başınıza nə gəlir.
Gedelim. Bir dənə səs verək. Ya Allah, səs verək qardaşlar. Bu adı da biz adı ilə açamayacaq bunu. İrəliyək dostlar, irəliyək Allahın izniyle səs verməyə başlayacaqlar. Orada millət başlayacaq indi dağıtmağa. Thompson'dan qırğın gelir hardasa. Yəqin Rasen Polyan olacaq 100%. Burada pusallar eləyərlər. Hər ehtimala qarşı baxaq qardaş. M1 qaranda dostlar uzaq məsafə işlədəcəm. Yenə deyirəm, yəni onun gülləsi düzdür. Zəiflədiblər, yəni 4-5 güllə ancaq öldürür, amma ən azından yəni tət yatırda. Uzaq məsafəyə güllə xərcləməliyik. Hardasınız? Hardasınız dostlar, hardasınız? Gəlin görək. Yenə Polyanaya gəldik. 262. Thompson'dan qırğın gedirik. Haydi bismillah. Hardasınız ay dostlar? Önce başladılar səs verməyə bizimkilər. Ya Allah, getdi. Yine tək gedirəm, komanda ilə getmirəm dostlar. Bunlardakı modda bilmirəm nə axtarır. O modda qardaş, yəni sandıq yoxdur. Ana sandıq bir Pochinki'dədir, bir Multa'dadır. Все. Bir də səhv eləməmişəm hospitalda olmalıdır. Oradan görünməyəcək dostlar. Vallahi görünməyəcək. Yaxınlaşım ora. Kimsə sis atdı ora. Bilməm gördünüz görmədiniz. Yaxınlaşanda da görərsiniz sis var orada. Ya Allah. Haydi bismillah. Bismillah. Gösterin özünüzü dostlar. Gösterin. Hardasınız? Yaxınlaşacağım dostlar. Allah'ın olsun belə olmaz. Haydi bismillah dedik getdiyə dostlar. Ya öləcəyik, ya lobi, ya da ki qaldırmağımızı gözləyəcək. Kiminsə bizim qaldırmağını gözləyəcək. Amma yaxşı olar inşallah. Allah böyük. Dediyim kimi dostlar, orası sisliyiblər. Böyük ehtimal orada atışırlar. Molotovumuz, bombamız var. Bir saniye, çok yok. Gözləyək. Göstərdirlər burada. Risk alacağım gözə, Allah'ın da olsun. Ya Allah, getdik. Hadi koçum, gösterin. Gösterin, hardasınız, gösterin. Gösterin, ne kill almamışıq, 60 nəfər qaldı, 61 nəfər qaldı, oyunda da kill almamışıq. Ən öncə bir 15 nəfər kill almalıyıq Allah'ın izniyle. Davay görsədin. Aha, sənin ayak səsin gəlir, aha. Hardasan? Dostu gəlir. Yanında, sən nə qədər canın var ha sənin ha? Lazer aldım dostlar. Motoru da aldım. Çıksa boya M416 atak kalan artık şeyleri lazım olmayacak bize. Hələ ki. Ya bu nədir, adam yoktu ya burada. Bir dənə ağır kəsli çək, düşək qardaş. Bismillah. Haydi yaza da bilmədim dostlar. Bismillah, getdik. Kimsə Henibatçıqla vurur, kimsə. Henibatçı yaxın məsafəyə girən vurur, çox silahlı da ya. Hardasan sən, qaqa? Ay brat, hardasan?
O evdəsən. Qulaqçıqla oynamıram dostlar. Yəqin ki orada olarsan, ya da olmasan da canın gedəcək. Bu riski gözə alaraqdan, o ehtimalı fikirləşərəkdən gəlirəm üstüvə. Çıx da, girmə baqa. Aha, gəl. Canı çox azdı onun, canı çox azdı. Allah! Allah! Gəlir. Yat aşağı dostum mənim. Awesome. Thanks. Bismillah. Molotovu elə atmırlar axı, ay bura. Molotovu elə atmırlar axı, bura. Molotovu belə atırlar, bura. Sən də attın, mən də. Bax, canın getdi, bax. Bilirəm ki, yanırsan, bax. Özünü söndürürsən, keçdin qırağa. Canın azdır onsuz da, basanmayasın o canı. Üstü basanmayasın. Ha, doldur, adam gəlir, doldur. Ha, doldur, tez ol. Səviyyə olduq dostlar. Bu qalxanı səhərdən verir də. Qalxansız canım getdi. Öləcəm indi bu dəqiqə. Hə, bu nədir? Keçim M416-ya. O qaxanı mənim M416. Hə, bu nədir? 1 saata doldur qardaş. Bu nədir? Bundan ancaq maşını tarıyasan. Maşına vurasan bu. M246 ilə. Allah'ın da olsun. M416'ya keçə. Bu nədir? At lazımsız şeyler at. Hologramıza da at. Neyini qəmiyim onlarla? Buradan sağlık çantasını alaq. Bir dənə də kit alaq. Sarı bez alaq. Maşında gedəndə lazım olacaq bizə. Çalışaq ki alanın ortasında olmağa çalışaq. Ölməyək. Bir dənə enerji basaq. Haradayıq? Düz alandayıq. Elə alan bura verəcəyik. Baxarsınız dostlar. Rota çünki bu tərəfədir. Təyyarənin rotası. İstiqaməti də yəni. Elə bu tərəfə verəcək. Buradan indi kimsə gəlməsi icazə versələr bir dənə bomba almaq istəyirik. Bombamız var bizim. Sən baxaq gör bombamız var. Bomba var, bir dənə də alın. Görsən adam gəlir bu. Haradasan qardaş? Bunu lazer al. Sən üstü arxadan gələcəksən. Prosto bilmirəm haradasan. Yerimi kimsə bilir. Yerimi bilir. Oyun dondu. Donma. Enerji qalxanını aç. Donma. Allahu Ekber. Subhanallah. Elhamdülillah. Donma. Sen elə təsvir edəmə. Yo, oyun sen arada sırada girdiysən ama donma. Qəti donma. Bax orada mən öldürəcəkdin sən. Qəti donma. Orada bir güllə deyəsəm gedirdim bax. Donma. Qalxanın bir dənədir. En az 3 dənə qalxan götürməliyəm bu oyunda. Bu nədir? Bir dənə qalxan verir. Nədir qardaş? Sarı bez içək. Üstünə də bir dənə enerji. Oyuna davam edə bilər. Ya da ağrı kəsici içək. Enerji içəklə. Allah'ımızın izniyle dostlar. Rabbimizin izniyle ne diyəcəkdim? M416'nın 3x spreyini düzəltmişəm, bir də 4x'i düzəltmişəm. Yəni elhamdülillah subhanallah, çok süper atır da uzağında. Baxın özünüz də görərsiniz. Elhamdülillah. Ya Allah, görək burada mənə bir şey çatmır. Bunlar infonu niyə belə mənə elə gəlir? Ya düz atır. Bax infonu atıp qaldırmanın yanındakı evin içine. Orada değil abi. Onlar ağacın o başındadır. Ya ora atıbdı mən görmürəm. Qardaş bu infonu niyə belə atırsınız sizə? Sizin gözünüzə gözükəsin.
Bəlkə düz atıblar. Hələ oradadır da düz atıbda yazır. Ya Allah. Haydi bismillah. Aa koçum sen neyinisən orada? Orada 2 baygınım var. Dostunu tutacaq o. Uzaq məsafə dediyim kimi M1 I qarandına. need consumables. Tənk. Всё. Eşek. Bir nəfər də var ya. 4 nəfərdir bunlar. Aa. Всё. Mənə elə gəlir ki 1 vs 4 atdıq ya 3 atdıq. Bilmirəm amma. Ha 1 vs 4 atdıq deyirsən. Yox 2 atdıq. Hər nəysə də dostlar bilmirəm nə atdıq. 2 dənə baygınım var idi. Birini də belə baydım. Deyəsən 3 atdıq Allahın izni ilə. 1 vs 3. Bax qardaş, qoy loot alım biraz. Bax məndən qabağa nə gəlib düşürsən. Ay sən gözəl gözükərsən. Get o yanda lootdan da. Get o yanda lootdan da ana. Bir də evi tikilsin. Get o yanda lootda da. Qalxanı vermək eşşək. Bax qalxan dostlar. Qalxan. Qalxan deyə qardaş. Bax qardaş, bax infonu atırsan ora mən də baxıram ora. Orada sən kimə atdın bilmirəm. Bunu ben baymadım ben o Azbek'in vurduğunu. O baydım atır. Sen oradasın ha dostum. Dostlar burada bir 2 saniye özüme gələcəm. Çünki çox həyəcana düşdüm mən nədənsə. Yəni görək. Tərifli maçıdır. Burada ölsək batdıq. Yəni nə rütbəmiz artacaq. Ne de bir şey. Allah bəd nəzərdən, şərikdən, böhtandan qorusun. 2 dəqiqə, 3 dəqiqə oturarı burada. Ne istiyor. Alan çox super yerdədir. Hələ ki Yasinyan Polyana. Deyirəm qardaş, Allahın izinə qardaş. Rabbimizin izinə Yasinyan Polyana ilə bitəcək alan. Yenə deyirəm dostlar, videomu bəyənməyi, like eləməyinizi və kanala abunə olmağı unutmursunuz. Artıq dəzdə xahiş edirəm ki, baxıram analitikada, yəni %75% insan abunə olmadan izləyir. %75% insan abunə olsa bilsən nə qədər abunəm olar. Hələ ölüsü bir 80-90 min. 70% zarafat gəlməsin. Allah'ımızın, Rabbimizin uca izni ilə, uca yardımı ilə qardaş dəstəklərinizi gözləyirəm. Göydə Rabbimin izni ilə, yerdə də siz vasitəçi qıldığı insanların əli ilə. Abunəzi olun. Pulsuz olan bir şeydir. Bir dənə qırmızı orada buton var. Basırsınız. Tüm bildirimləri də açırsınız. Bütün bildirimləri də açırsınız qardaş. Başqa da nə videolar çəkməyimi istəyirsinizsə, ən zorlu videolar, ən zorlu challenge, ən zorlu görevlər, məsələn üçün necə deyim, tapanca ilə oyunun axırına qalma, bomba ilə adam öldürərək oyunun axırına qalma, belə şeylər yazın. Biz əlimizdən gələn eləyək də görək nə fikirləşir. Qurabın yanında heç şey yoxdur. Sən hara info atırsan? Ay sən gözəl quzu kəsin mən. Sənin gözünə quzu kəsin. Keçəm 416. Bunlar kimdir? Hindistan, Afrika, Somali, bütün ülkeden oynuyorlar. Hardan var? Bir infonu at görün. İnfonu atırsan orada adam yoktu axı. Teleferikin içində də adam. İnfonu atırsan Allah səni görmürmüş. Dropda görək nə var Allahım. Hiss eləyirəm sənə qurban olduğum Allahım. Bir dənə meycə çıxsın da buradan. Ay sən oyun əfsanəsən, əfsanə. Sniper vəda eləyirik, meycəni alırıq. Sən əfsanəsən oyun. Əfsanəsən. Şöyle meycəni aldıqsa Allahın izindən oyun bizimdir, baxarsınız. Çünki qardaş hələ neçə nəfər, 4 nəfər biz 13 nəfər var oyunda, 8x at. Qardaş nə edirəm, 4x də at. Tulla rədd elə getsin. Bunu da çəkirik 990-a. Enerji çək. Ya da burada çək. Vurallar ey qardaş. Vurallar ey qardaş.
190'a çəkdik bunu. Tabi burada maşın səsi eşitdim axı. Allahın olsun elə hiss elədim. Maşın səsi gəlirdi. Gəldi də. Baxın indi dostlar. Var orada. Mən hiss edirəm. Orada maşın var bax. Kimsə çıxmaq istəyir. Post məni görüb çıxa bilmir. Qardaş orada maşın var deyirəm. Mən qıramayım. There's an ambush. Play it safe. Qulaqlıqsız oynasam da yəni bilirəm də alana qəşəng. Deyirəm də dostlar Allahın izni necə deyim yəni rota burada təyyarənin istiqaməti gedişi. Deyirəm ona görə də maşın var deyirəm. Marked a location. Maşın içində adam yox. Doldur bunu. Qalxan çox iş görür ya dostlar. Çox iş görür. Allahın olsun. Qalxanımız olmasa bəlkə də çox ilişib qalarıq buralarda. Ha, Yasyana Polyanaya verəcək alan. Bir dənə ağrı kəsici. Həd içməyək. Var. Ağrı kəsici çəkiyor. Gözləyək göyə alan hara verəcək. Bu hara çıxacaq. Qoy bir dənə gözləyək. 5 dəqiqə, 3 dəqiqə gözləyək. Başımıza nə gəlir? 11 nəfər qaldı oyunda. Yəqin ki yaxşı olar inşallah. Head Allahın toward this izni point. oyun bizim olar. Çox yox. 1 dəqiqə, 2 dəqiqə gözləyək. Alana görə oynayaq da. Oo, kimsə P90'lı var. P90'lı biraz iş dəyişər də. Watch out. Oyunun istiqaməti dəyişər. Bu hardadır? Mən atıram onu. Əlimdəydi dostlar. Bir dəqiqə yəni, buralarda mənim vurmalar çətin olar görsələr də. Fokus da, alana görə oynayaq da, görək alan hara verəcək. Ora oynayaq da, yəni bildiniz necə. Alanın içini oynamağa çalışaq. Arxamdan zadından gələrsə, bax. Pusa gələrsiz, eləyərsiz. Elə səhliklə eləməyin. Qabaqda deyə ateş açıq. Bot taklidi yapırıq. Ya botdur qardaş. Bot deyilsin ha qardaş. Mən sən maşından üstündə gördüm. Maşın içine düşün orada gizləndi. P90'lı sənsə nə deyəsən? İnan ki. Hə? 10 nəfər qaldı oyunda dostlar. Bir balaca 100 metr qabağımıza atdı alan. Problem yoxdur. Buranı sisliyək gedək də. O P90'dan gözüm su için. Buralarda olacaq. Neyniyək. Səfər oralı çıxmır. Ondan mənim 10 nəfər qalıb. 9 nəfər qalıb oyunda. Gözüm su içmir. O P90'da mənim gözüm su içmir. O vəşd yalan deyən o çıxacaq buralarına. Solumuzu arxanı tutaq. Ya da biz siz neyniyək dostlar. Alanın necə deyim. Burada 7.62 var deyəm amma. Alanın ucu ilə oynayaq. Ortası ilə oynamayaq. Ucundan girək içinə. Biz necə yəni qırağı ilə ortaya düşməyə çalışaq. Həm də etibarlı olsun ki, bilək ki, arxamız boşdur, son eləyən yoxdur. Çünki sizə də bir taktik verim dostlar. Məsələn, alan gəlir də düzdür. Alanı bir də görürsünüz, xətti təqib edirsiniz, izləyirsiniz, düz ortasına düşürsünüz. Alanın, yəni mavi alanın düz qırağı ilə oynaya düşün ki, alanın ortasına. Bilin ki, yəni ətrafı düzü alandır da, yəni arxadan pusub eləyən olmayacaqsınız. Mən çox vaxt elə oynamaya çalışıram. Oyun kasırı, adam var. Ya Allah, getdi. Hardasan sən? Sən o. 6-5. 5 nəfər qaldı oyunda. Oyun gəlir dostlar, Wingox alıram Allah izni ilə. Allah'ımızın izni ilə Wingox alıram. Buralardan qardaş belə keçək. Gözüm su içmir. Arxadan çıxar, nə bilim bomba atar, molotov atar. Düzdür, kaskamız səviyyədir, amma baxma da qardaş.
Gəlin. Bu evdə pusmamısan sən? Hə? Pusmamısan dostum? Kardeşim pusmamısan? Bax dostlar, demək istədim bu da. Alanın bax qırağı ilə oynayın. Aha. Adam var. Marked a location. İnşallah ki kardeş, infonu düz atmışsan. Alan onlara verdi ya. Dedi bölməlik görəsən. Ha, gördüm səni. M416'ya geç. Buradan sprey atabilirim görəsən. Ha, Allah'ın izni atarım ha. Help! Hayda, vurdu səni. Adamı topardı. Sprey toparlayamıram. Niye böyle olur bir de görsən? Eklentim yok diye. O oradadır. Ben arkadan geçmeye çalışıyorum oraya. Sen tut da 4 nömrəni. 4 nömrəni qaldır sən. O birisi sağdadır, onun yerini bilirəm. Maşını var orada, bacısı var. Bacıya minib gedəcəklər. Oyunun axırına o qalacaq, baxarsınız. O bacılı. Çünki qardaş, qalxan olması işimiz çox zordur. Hələ də alanda deyilik. Pəncərənin içindən düşdü. Pəncərədə, içəridə evin içində. Gözdə gəldim, gözdə. Bir nəfər qaldı. Ya Allah, bismillah. O bacilidir dostlar, baxarsınız. Mən bir dənə bacı tapım, minim, axtarım bunu. Elə oyunun axına qalan o bacilidir. Bəyə sprey ata bilmədim ya ona, odur bax. Onu MC ilə vuracam Allah'ın izniyle. O 100 az qaldırmağı zad da var. Bax, mən sizə deyirəm, baxarsınız. Oyunun axına qalan %90% oyunçunun qaldırması olur. Düzündür, bizim yoxdur, amma yəni rəqib komandadan söhbət gedir. Bacı tapdım bir dənə. Sən burada gözlə 4 nömrə. Birinci canı da. Buralarda diyor o bacısı var idi. Mən gördüm deyirəm, Allah hamd olsun. O bacı ilə çıxacaq indi burada. O bacı ilə çıxacaq qardaş. O bacı ilə çıxacaq. Bacı. O buralardadır. O buralardadır. Ya? De maşın. De bacı. Keç daha arkaya yan koltuğa. Canı çok azdı. Bir faiz canı var. M4 var. Gördüğünüz kaldırması var. Bitir. Ve elhamdülillah win. 15 kill. Kanalımdaki durum kimi oldu elhamdülillah. Ha dostlar, belə bir oyun oldu. Yani Allah'ın izniyle videomu beğenmeyi, like eləməyi, kanalımıza abone olmayı unutmursunuz. Növbəti videolarda görüşənə dək Allah'a emanetsiz, Rabbimə emanetsiz, Allah'a emanet olun. Sağ olun dostlar.